Baş sponsor French Cow kərə yağı, sponsor Parijskaya Buryonka pendiri Qazanaşdı proqramını təqdim edir. Vaxtınız xeyir olsun, günaydın deyirəm hər kəsə, qoy gününüz uğurlu, xeyirli, ruzu, bərəkətli olsun. Qazanaşdıda xoş gördük sizi. Yəqin ki, artıq yuxudan oyanmışsınız, çünki oyanmağın zamanıdır. Bir deyirlər ki, səhər tezdən oyanan, bir də tez evlənən həyatda odur. İndi evlənmək barəsində heç bir söz deyə bilmərəm, amma tezdən oyanmağın həqiqətən də bərəkəti var. Bax belə, Qazanaşdıdayıq əziz tamaşaçılar, Elçin və Qədirlə bərabər. Qonağım kim olacaq? Yəqin ki, maraqlıdır sizə. Əslində qalsa, dünən o qədər Elçin danışdı, nə bilim, Bakı gecələri filan. Fikirləşdik ki, elə bugün Emili çağırsaq, daha məqsədə uyğun olacaq. Söhbət Emil Bədəlovdan gedir. Gəlsin Emil. Xoş gəlmişsən Emil. Səfa gətirmişsən. Aramızda yaş fərqi o qədər çox böyük olmadığına görə biz artıq sən deyə müraciət edə bilərik. Təbii ki, sabahınız xeyir olsun və tamaşaçılarına sabah xeyirli olsun. Uğurlar. Uğurlar, ay sağ ol. Mən sadəcə olaraq belə deyim də, qonaqların haqqında hər zaman nəsə fikir söyləyirəm. Çünki bura gələn insanlar həqiqətən də bizə çox əziz, yaxın olan insanlardır. Emillə belə deyək də, işimiz bir o qədər də kəsişməsə belə, amma mən kənardan çox izləmişəm səni Emil və sənlə bağlı yalnız xoş, belə deyim, pozitiv, gözəl sözlər eşitmişəm. Təşəkkür edirəm. Əminəm ki, üzündəki o nur, həyatındakı ümumiyyətlə, belə deyək də, həyata olan baxışın bir-birini tamamlayır. Təşəkkür edirəm. Çox sağ olun, belə gözəl sözlər. Ya, bu kompliment deyiləm, bu etirafı deyil. Həqiqəti dedim. Emil, yəqin ki, proqramımızı izləmişsən. İzləmişəm, bəli izləmişəm. Ümumiyyətlə, bədbaxt Qırıllar gibi. Bugün gələn nə olacaq, bilmirəm. Yaxşı olan inşallah. Yaxşı olan, hə, inşallah. Bakı gecələrini bu... Yaman deyir Bakı gecələri, Bakı gecələri. Dünən susturmaq olmurdu. Təsəvvür et, Səidə Sultan gəlib verilişə. Səidə soruş ki, hansı mahnını bilirsən? Deyir, sizinkini bilmirəm, amma Bakı gecələrini bilirəm. Nəm, Elnur'un filan mahnısını bilirəm. Biabır elədim məni. Qonağın içində. Hə, o da düzdür. Qədir, Emilin ifasını dinləmişsən? Dinləmişəm. Necə xoşuna gəlir? Bəyənirəm. Mən təsəvvür edə bilmirəm. Gələn qonağa desin ki, yox, heç xoşum gəlmir ondan. Olub, elələr. Hətta o gün bura gələndə həmin mahnıya qulaq asırdı. Qədirin özü qayıtdı ki, bunu bir dənə dala qayıtar qulaq asaq da. Hə, lap yaxşı. Hər halda ondan başqa Emilin daha gözəl mahnıları var, bayaq söylədim. Elçinin özündə ümumiyyətlə çox mahnıları var. Yəni, fləşkada bəli var. Sağ olun, çox sağ olun. Bir Elnurdur, yəni mən açıq deyirəm. Bir Elnurdur, bir də Emildir, lap yaxşı. Bax belə, Emil, mən sadəcə olaraq xəbərdarlıq etmək istəyirəm ki, birinci raundumuzda hardasa 15 dəqiqə vaxt ayrılır ki, bizim ustalarımız öz məharətlərini göstərsinlər. Və sadəcə olaraq əziz xanımlar, ümumiyyətlə bizi izləyən insanlar, mətbəxə biganə olmayan insanlar, elə bilməyin ki, bəzən biz çox rahat, çox bəsit yeməkləri hazırladıqda bizim ustalarımız, yəni belə deyək də, qəliz, çox ağır, qeyri-adi yeməkləri hazırlaya bilmirlər. Sadəcə olaraq biz elə bir şey fikirləşirik ki, bizi izləyən bəlkə gənc xanımlar var, bəlkə yeni mətbəxdə ilk addımlarını atan insanlar varsa, onlar da bu verilişə qatılsın və buradan nələrisə özlərinə götürə bilsin. Mətbəxdə ümumiyyətlə necəsən? Yəni, elə bir şey varmı? Mətbəxdə ümumiyyətlə mən yeməyi çox xoş deyirəm və çox iştahlı insanam. Və daşdan da yumuşaq nə verirlərsə yeyirəm. Kaprizi deyilsən? Yox, qətiyyən kaprizi deyiləm, amma ən çox ev yeməkləri xoş deyirəm. Ən çox da anamın yeməyi. O sözsüz də. Amma mənə gəlir ki, hər bir insan anasının əlinin duzu ona çox xoş olur. Və mən də ham oldum ki. Yəni, hər şey yeyirsən, balıq, ət, toyuq. Hər şey yeyirəm mən. Mən də yəni elə bir problem yox. Nə yaxşı, unikal insansan. Ayrıca rahatsızlıqdır, istəsiz bir şey. Soruşun da nə istəyir? Yəni, daha çox nə var əlinizin altında, nə hazırlayacaqsınız? Siz fikrinizi qutarın, sonra biz soruşaq. Buyur. Demək istədik ki, o qədər danışırsan ki, imkan vermirsən. Yox, estağfurullah. Prosto növbə bizə çatsın soruşaq. Mən inanıram ki, Elçin qalib gəlsə, vaxt gələcək ki, burada durub belə sizinlə veriş aparacaq. Doğrudan. Vallahi elə əslində biz üçümüz də bu proqramda aparıcıyıq. Yəni, hər həftə bizim aşpazlarımız dəyişir. Hər həftə dəyişir. İstəyirəm ki, soruşum görüm,
Emil bəyin nədən xoş gəlir ümumiyyətlə? Yo, bildim. Yəni salatlarda nəyi xoşlayırsınız? Salatlarda belə, nə bilim, əsas kartoşka olur, salat olsa. Olacaq. Burada məsələn isti salatlar çox üstünlük verilir. Yox, bu dəfə soyuq salat, göbələk salat olacaq. Yəni göbələklə isti salat da görünür. İtalyan mətbəxində, Meksika mətbəxində isti salatlar daha moddadır. Yəni o bilirsən necədir? Bizim mətbəxə gəlir. Bizim mətbəxə. Məsəl üçün toyuğu isti salata qatırlar, olur isti salat. Və yaxud da ki ət, hə, ərzaq. Elə soyuq elə, göbələk olsun, kartoşka olsun. Hər şeydə bol olsun. Sən Qədir? Mən də adi, yəni ki, tərəvəz salat edəcəksən. bəli, tərəvəz salat. Soyuq salat. Bəli, soyuq. Lap yaxşı. Birinci raundumuza başlayırıq. Vaxt getdi uşaqlar 15 dəqiqə ərzində. Siz artıq bir salatı hazırlamalısınız. Mən bir sualım var. Emil, səndən başqa evdə bacın, qardaşın var? Hə, üzr istəyirəm, bacım var, amma ailəli deyil. Lap yaxşı salamlar oldu burada. 2 nəfərsiz. 2 nəfərik bəli. Aha, çünki mənim özümdə də var. Hə. Yəni gedib tək qalmışam. Tək niyə qalırsan ki? Biz zaman keçəcək, səni də evlənərik, yaxşı. Evləndirərik daha doğrusu. İnşallah. Çünki subaylarımız çoxdur burada bizimlə bərabər. Bu məqamda mən əziz tamaşaçılar nəzərinizə çatdırmaq istəyirəm ki, proqramımızın baş sponsoru bilirsiniz kimdir? Fransada hazırlanmış French cow kərə yağlarıdır. Özünüz də artıq görürsünüz. Çox gözəldir, ləzzətlidir. 200 qramlıq, 1 kiloluq qablaşdırmalarda bizlərə təqdim olunur və ən əsası artıq əridilmiş, hazır vəziyyətdə biz xanımlara təqdim olunur. 99,8% yağlılığı var, çox ləzzətlidir. Emil, anana da məsləhət görürəm, evdə al, apar, qoy datsın. Digər sponsorumuz isə, o da Fransa məhsuludur, bəyaz pendirlərdir, əziz tamaşaçılar. Deməli, müxtəlif qablaşdırmalardadır, 200 qramlıq, 500 qramlıq, 1 kiloluq, 4 kiloluq, 16 kiloluq. Və özəlliyi odur ki, xolesterinsizdir, çox yumuşaqdır, az duzludur. Yəni, çox praktikdir də, hər yerə apara bilərsiniz. Mən pendir xoşlayanam, yəqin doğrudan sənə heç gün deymir, həmişə belə bəyazsan yoxsa? Bəli, çəkilişdən qabaq elə burada uşaqlarla danışıq, o deyirəm ki, mən elə getməmişəm. Bu yay sezonunda hələ bir mən gedim, bir Dincəliyə, Çimərliyəyə, nə bilim, qaralım, hələ olmuyor. Ümumiyyətlə, mən ağ adamım. Hiss olunur. Mən ona görə sənə çox yaxınlığım ki, hiss olunmasın. Amma yəqin ki, avqust aylarında bir gedib mən də Dincələrə qaralar. Nə xoşdursan ümumiyyətlə? Yəni, belə deyək ki, səyahəti sevirsən? Çox sevirəm səyahəti və demək olar ki, çox yerlərdə də olmuşam. Ən çox diqqətini cəlb edən ölkə və mətbəx? Avropada da olmuşam, Amerikada da olmuşam, amma Avropa mən daha üstün tutmuşam. Mənim üçün daha xoş oldu Avropa və mətbəxləri də elə Avropanın Amerikadan daha qat-qat mənim xoşuma gəlir. Məsəl üçün, biz qastrol'a getdik keçən il martda, Lalə Məmmədova, Aygün xanım, bəylər, mən bir də Şeron qrup. İnanın ki, mən orada yemək yeyə bilmirdim. Niyə? McDonald's-a girdik, yemək idi, aparıcımız var, Səxavət qardaşımız. Onunla qayıdandan sonra üzüm şişdi, nə bilim, nə oldu? Ağazsa bizə gələn McDonald's, yəni bu ətləri qarşıqa Avropadan gətirirsin. Avropa nə çexidir, nə oldu, amma bunlarda Amerikansk qətiyyən düz deyildi bizim orqanizmdən. Valla çox pis oldu. Heç qaldığımız otellərdə inanın ki. Ac qaldınız. Elə də özümüz yerdə dükandan nə bilim, nəsə alırdıq, bitərik özümüzü. Yəni də Allah üzümüzə baxıb ki, belə deyək də, çətin vəziyyətdən çıxış yolu var. Emil, maraqlıdırsa yaxınlaşa bilərsən biz tərəfə. Gəl gör buralarda nə baş verir. Qədir, qardaşımız bizə salat hazırlayır. Niyə edirsən, ay Qədir? Hə, Qədir həmişə belədir, yoxsa bugün... Məhz eləyəm, sakitəm. Sakitsən, o çox gözəl xüsusiyyətdir, bilirsən. Bilirəm. Bundan sonra mən də danışmam. Sən söyləyəmə, sən ürəyin batdı ya. Deməli, neynədir burada? Pomidoru, xiyarı? Pomidor, xiyardır, kahıdır. Kahıdır, limon suyudur, limon suyu, duzdur. Bəli, bəli. Sonra nə? Sonra isə... Salatın adı nədir salatın? Çoban salatı. Hirsat, qəşəng belə pomidor, xiyar, kahı və bibər salası. Hə? Bəli. Bu mənə gəlir ki, birinci turda hər zaman onlar yüngül və tez hazırlanan bir yeməkləri hazırlayırlar. Bəli, buyurun. Gəl, gəlin görək burada nə var, nə yox.
Maşallah, Elçin bizim belə deyək ki, çox zirəng, çox çevik bir aşpazlarımızdan Və biridir. sənətini sevən. Baxıram ki, çox sevir. Julat kimi deyək, 2 dəqiqə bir yerə dayanmır. Valla sənə həyat yoldaşı seçmək çox qəliz məsələ olacaq. Elə olmalıdır ki, yaralı yerində. Elə olmalıdır ki, Yəni bu dəqiqə- onun dadlı yemək hazırlamalıdır. Bu dəqiqə hamı o temanın üstündədir. Xahiş edirəm. Sərvisində, hə? O söhbət açmayaq. Ananın adı nədir? Qaraqız müəllimədir, Qaraqız xanım. Qaraqız xanım, hörmətli müəllimə. Bax, mən də sizlə şərikəm, tezliklə bunu evləndirin, canınız Çox sağ ol, tutarsın. çox sağ ol. Mən sanatım. Ondan sonra... Oturmuşdum da gülçün. Hə, heç bir şey yox, oturmamsın. İndi ayaq üstündəsən, sonra oturaraq səni bildirəm. Oho. Deməli belə, nə var burada? Deməli, burada hal-hazırda pomidordur, göbələkdir. Hə, yaxşı göstər. Bax burada biber var, kartoşka var, göbələk var, pomidor var. Soğan vurmadım, soğan ehtiyac yoxdur. İndi limon suyu sıxacaq üstünə. Bir də bir yarım qaşıq zeytun yağı. Lap yaxşı. Adı nədir salatın? Bu hardasa göbələk salatı deyirlər. Prosta biraz dəyişiklik eləmişəm. Ya da özün. Hə, özüm biraz dəyişiklik Burada eləmişəm. sadəcə o konservləşdirilmiş göbələkdir. Göbələkdən, bəli, o daha dadlıdır. Doğrudan, mən nəsə xoşlamıram bu konservləşdirilmiş məhsulları. Yox, o Göbələyi mən xoşlayıram. Xoşlayırsan? Bir də duzlu xiyarlar Hə, duzlu xiyar heç. Amma duzlu nəsə kələm mən biraz Hə, ağız dadıma. kələm, markov duzu. Hə, bu mənə ağız dadıma uyğun deyil. Nəyə gülürsən? gəlib deyir, mən bura nəyə gəlmişəm? Olur da. Yazıq neynəsin? Bütün gün burada peçin qabağındadır. İşdə pişir, evdə pişir. Vallahi insan həyatını Yadından çıxmışdı. qəsd edirəm. Emin, bilirəm ki, sənin maraqlı məzəli əhvalatların çoxdur. Elə bayaq çoxu güldürdün bizə. Bir maraqlı bir əhvalat danış bizə. Maraqlı əhvalar elə mətbəqə mətbəqlə aid olan danışın. Bir dostumuz var, adını çəkməyəcəm. Bir gün sərxoş vəziyyətdə evə gəlib, toydan gəlib, məclisdən. Gecə gəlib evə və bu evdə bir də görürsün, o tavanın içi yağlı olur, donur, onu suyu. Axşamdan su tökürlər ki, sabaha qalsın istansın. Sabaha qalsın və anası onun stol dəsmalını da qoyub həmən bu suyun içinə. Tavanın üstündəki səhərə kimi onun biraz donu açılsın, səhər dursun, yusun. Bu da evə gəlib sərxoş vəziyyətdə. İşıqlar da qaranlıq olub, yandırmayıb da, piyan olub. Elə çörəyə batırıb suya yiyib, çörəyə batırıb suya yiyib. Anası səhər durub ki, maşallah da, tava yolub. Tava yolubdur da. Sıyırıb özü, o belə sıyırıb. Qismət eləməsi bir şey olur. Hadisə baş verir. Bəs özünlə bağlı, mətbəxlə bağlı, maraqlı bir şey olur mu? Özümlə bağlı. Nəsə ki, hansısa bir, belə deyim də, yeməyə heç vaxt xoşlamamsın, ağıllar belə gəlmir ki, ay Allah, mən onu necə yeyəcəm, və məcbursan onu yeməyə. Yox, belə deyim, maraqlı, belə bir şey olmuyor, amma ümumiyyətlə, belə həmişə mən yenə deyirəm, yeməyə qarşı mən heç vaxt kaprizm olmamışam, nə qarşıma qoyulubsa, onu yemişəm. Nə yaxşı uşaqdır, görsünüz. Amma bu təzə bu sushi söhbəti ki, vardı, təzə çıxanda, mən də getmişəm, oluşum. Zakaz eləmişik sushi dostumdan. Özdə görməmiş kimi o qədər zakaz eləmişik. Deyirəm, yəqin bu çörəksizdir, bu adama nə yiyəcək? Doyumluq deyil. Oluşum, yedim, gördüm, həm ölürəm, həm də ki, bir hesab gəlib ki, gəlib. Onu demə. Dedim, mənə lazım idi bu sushi. Yanıma belə. Əslində qalsın, mən də... Olub, belə. Mən də birinci dəfə suşini dadanda, məndə də eyni təsirat olmuşdu. Hətta belə ürəyim qalxmışdı. Amma çox qəribədir ki, bir neçə vaxtdan sonra ürəyim istədi yenidən. Yox, mən xoşlayıram. Bir dəfədə, indi orada məni çıxartmaq mümkün deyil. Bizim bu aşpazlarımızın paxıllıqlarından ki, birdən Xədicə başlayır yeməyə, bunlara heç bir şey çatmaz. Eləmirlər. Bir gündə suş eləyim də. 10 dəqiqə vaxtda sushi. 10 dəqiqə yox, mən sizə icazə verim, 20 dəqiqə eləyim. Boş. Suşun özü mənim çətindir ki, eləməyə. Çətindir, vaxt aparandır. İstəsiz mən sizə deyim, başa salım onu ki. Hə? Onu əsas burada Hətta bir gün belə mərcə girək. Filipinlər çox eləyir. Filipinlərinkini yeməmişəm. Biz reklamlara ayıraq, ondan sonra qayıdacaq. Baş sponsor French Cow kərə yağı, sponsor Parijskaya Buryonka pendirinin təqdimatında Qazanaşdı proqramı reklamlardan sonra davam edəcək. Oğlumu gördüm, çox sevindim. Ana, mən evlənirəm dedi. Abala, tez deyilmi? Bir düşünərdin dedim. Ana, mən çox düşünmüşəm dedi. Bir tanış olaq, əlinin dadına baxaq dedi. Narahat olma. Mən baxmışam dedi. İndiki cavanların əlindən iş gəlmir axı dedi. Fikrində yanılacaqsan dedi. Haqlı çıxdı. Gəlinimi tanıdım, fikrimdə yanıldım.
Mətbəxdə möcüzələri qadınlar yaradır. Dadı ləzzəti isə Frenchco, Fransadan. Ona o qədər örgəşmişəm ki, özümü onsuz təsəvvür eləyə bilmirəm. Atam, anam, elə qardaşım da çox istəyir onu. Ay quzrəm partladı ki, vitfasonu necədir? Dənizi ağappaq, görünüşü super. Özü də Fransadandır. Ağappaq, ipək kimi yumşaq, bənzərsiz dadı ilə əsl fransız pendiri sizi özünə məftun edəcək. Onda sən Fransada yaşayacaqsan? Reklam dəqiqələri bitdi. Biz yenidən bərabərik əziz tamaşaçılar. Sushi bir kənara. Bizim vaxtımız yavaş-yavaş bitmək üzrədir və salatlarımız hazırdır. Bugün çox qəribə bir gündür. Soruşun niyə? Bugün ilk dəfə olaraq Qədir yeməyi, daha doğrusu hazırladığı salatı birinci hazırladı. Afərin. Sağ ol, Qədir. Çox gözəldir, görünüşü də çox qəşəngdir. Sən bu salatı nə elədin? Bu salatı mən hazırladım. Pomidor, xiyar, kahı, balzamik, zeytun yağı. Balzamik yəni əziz tamaşaçılar, hə, sirkədir. Hə, sirkədir. Limon suyu. Limon suyu. Şirin bibər və bəzə ilə keçiblə bələdim. Bəs bu ağaq. Bunlar nədir bunun? Pendir də vurdum. Hə, bir də pendir, hə, bax görsən. Deyil böyle. Təbii yağlı. Yüngül, yəni yaz salatıdır. Burada qəribə və qəliz bir şey yoxdur. Burada da salatlarımız bənzəyir, elə bil, hə, bir-birinə. Yox, içində tam fərqlidir. Nədir, ecizəhlə görüm. Onda elə bil bizim gedir milli çoban salatı. Bunda amma tam fərqlidir. İçində kartofundan tutmuş göbələyinə kimi, pendirinə kimi. Burada qaynanılmış kartof var. Bura bax, miş. Mən ora soğan vurmadım. Əslində soğan da vurmaq lazımdır. Bax, bu salatda mozzarellədir, xiyardır, konservləşdirilmiş göbələkdir. Bibərdir, pomidordur, zeytun yağıdır, biraz ketçup var içində, bir balaca, çox yox. Duz istiyor. Yəni əlavə də ketçup qoymuşam qramına, kimsə əgər çox xoş deyirsə, sumaq da qoymuşam ketçupdan. Bax, yaxşı. Yəni əlavə edib yeyə bilər. İndi mən dadmalıyam bunları. Sən dadmalısan, biz də sənə baxacaq belə. Gəl. Vaxtımız bitdi. Birinci turumuzda görək kim qalib gələcək. Dən vilka ver. Var. Var. Birini də ver, eyb yox. Bizdə hər şey yox. Biz hər şeyi qonaqlarımız üçün. Bizim qonaqlarımız burada gəlir, istirahət edir. Danışır, gülür, əylənir, mahnısını oxuyur, çıxır, gedir. Biz heç kimi işə salmırıq, əziyyətdə salmırıq. Görürsən nə yaxşı insanları. Elə momentlərdə adam utanır da efirdə yemək. Yox, niyə? Bu döndü bilirsən nəyə? Uşaqlıqda, indi sizi deyə bilmərəm. Biz fikirləşirdik ki, qəribədir, görürsən müəllim evə gedəndə çörək yeyir. O bizim kimi görəsən yatır. Başqa sözlər demirəm, hər halda. Yəni, geyinir, keçinir. Aydın. İndi isə birinci turumuzun sonuna gəlib çatırıq. Emin indi salatları dadır. Çox gözəl bir əhval-ruhiyyədəyik. Çünki hamımızın keyfi yaxşıdır. Sizə də onu arzulayırıq ki, keyfiniz həmişə yaxşı olsun. Çalışın həmişə sizi sevindirəcək, pozitiv insanlarla danışın, gözəl filmlərə baxın. Əgər bir, belə deyim də, bir veriliş mi deyim, bir film mi deyim, nəsə sizə negativ enerji ötürürsə, çalışın ondan uzaq olun. Həmişə gülün. Siyavuş Kərimi hər zaman deyir ki, mən hər gün bir neçə lətifələri mütləq oxumalıyam, dostlarıma danışmalıyam, hər zaman gülürəm. Və baxıram ki, həqiqətən də Siyavuş mənim getdikcə bir gəncləşir. Demək, gülüş insanın ömrünü uzadır, düzdür? Bəli. Bəli. Həm də gülür. Necə oldu, Emin? Əladır ikisi də. Aha. İkisi də əladır. Amma ən çoxu hansı sənin daha çox xoşuma gəldi? Burada yəni belə olmur da, ikisində. Yox, burada belə olmur. Mən bilirəm, sən belə çox ürəyə açıq, belə çox humanist bir insansan. Amma burada belə əslində ikisi də dadlıdır, ikisi də Aha. dadlıdır. Elçinin salatı biraz xoşuma gəldi. Daha çox xoşuma gəldi. Hə, o kartofla nə çox xoşuma gəldi? O göbələyi ilə kartoşka nəsə ürəyimə yatdı. Xoşuma gəldi. Lap yaxşı. Elçin, səni təbrik edirəm. Deyir, götür o salatı. Yedizdir onu burada. Axıra qədər yesin. Çünki
İnsanın dil qəlbinə, kişinin qəlbinə yol tapmaq üçün onun mədəsinə keçir. Sən deyəsən elə həmin işlərdir. Bizə ona ehtiyac yoxdur, çünki mədəmizdən həmişə nəsə keçir. Hər şey ailesi sənin mədəsinə keçir. Bu birinci turumuzun qalibi Elçindir. Təbrik edirəm səni. Gəlir, ürək sözlərin varsa bu tribuna səndədir, deyə bilərsən. Xoş oldum ki, mənə qalib gəldin. Yox, qalib gəlmədim, əstəğfurullah. Ürəyində 100% söyürsən, o normal bir şeydir. Əziz tamaşaçılar, biz birinci turun sonuna gəlib çatdıq. Birinci turda 15 dəqiqə ərzində bizim ustalarımız sizlərə salat hazırladılar. Bilirəm, Rəvzi deyir ki, o nə salat deyir, 2 dəqiqəyə pişirdi, onu mən də hazırlaya bilərəm. Amma ikinci turumuz var ki, ikinci turumuzda yəqin ki, gəliz bir şey olacaq. Odur ki, diqqətiniz bizdə olsun. Beləliklə, birinci turumuz bitdi. Keçirik durmadan ikinci tura. İkinci turda da bilirsiniz ki, vaxt məhdudiyyəti var. Bizim baş aşbazlarımız öz məharətlərini göstərəcəklər. Emil onların dadlarına baxacaq, yeməklərini təbii ki. Mən qeyd edeyim ki, yəni birinci turda Elçinin qalib gəlməyi o demək deyil ki, Elçində güclüdür, qədirdən. Sadəcə olaraq zövq söhbəti var. Tamamilə doğrudur. Amma çox xoşuma gəldi. Sən necə, Emil, ümumiyyətlə bu bir yarışmadır da. Bu normal bir şeydir. Yəni burada aparıcıların yarışması olsaydı və mən o yarışmada udulsaydım, bu normal bir şeydir. Düzdürmü? Əslində odur ki, insan həyatda uduzmasın. Bax, o dəhşətli bir şeydir. Həyatını uduzmasın. Ay, sağ ol. Hazırsınız? Bəli. Vaxt getdi, ikinci turda siz nə hazırlayırsınız? İkinci turda məndə monastırsk olacaq, can əti. Bunun da üzərinə yenə bu dəfə konserva göbələk yox, təbii göbələk olacaq və biber olacaq, pomidor. Bir də soğutma kartof üzərinə yığılır və üzərinə ət qoyulur, pişir. Sən desən hazırlanmışdın, hə Qədir? Bəli. Bu monastır sayağı əti yox? Monastır sayağını alırım. Sən nə hazırlayacaqsan? Mən sürpriz olsun. Aa, nə yaxşı. Elə sevinirəm sürprizlər olanda. Uşaq kimi oluram valla. Emil, danış görüm nə var, nə yox sənin həyatında. Mən səni kinoteatrda görüm. Film yaxşıydı, xoşuma gəldi. Çox xoşuma gəldi. Razı qaldım. Plakaya uçuyor kinosu. Çox razı qaldım. Cameron Diaz, bir də Justin Timberlake. Yeri gəlmişkən Justin Timberlake-də sənə çox bənzədirlər. İnanın ki, mən əslində Justin Timberlake-i tanımırdım. Yox, heç özümü də oxşadım. Mən o qrupdan, valla billah, mən qrupdan çıxanda, yəni gördüm ki, qrupu tərk etmişəm. Mən qrupdan çıxanda sadəcə olaraq elə oldu ki, gördüm, məsələn, saçımda nəsə tapa bilmirəm. Elə keçər az elədim. Sənə necə yaraşır bilirsən? Məncə elə bu yayda çox yaraşır. Doğrudan. Az elədim saçımı və getdim, girdim, məsələn, dükana girdim, bir dənə xanım yaxınlaşdı saçı. Avız, nə üçün kava baxıyorsunuz? Siz o kim Justin Timberlake? Deyirəm, Justin Timberlake kimdir? Vay, diyavr oldum, ay ana. Ondan da Justin Timberlake'in təzə-təzə o prodvikləri var idi, onu tanımırdım, doğrudan tanımırdım. Gətirdilər jurnalı, qoydular qabağıma, başım açılıb, deyirəm, Əslində sən ondan qəşəngsən, əslində yəni bəyə qəşəng deməzlər, yəni daha yaraşıqlısan, amma olar yəni. Bilmirəm, mağazin verişlərində, kanalların birində, orada da məni oxşatdılar ona. Hələ belə bir dənə də mənə sual verənə qayıtmışdım, Justin Timberlake kimdir, qadan alın. Elə də demişdim, elə də vermişlər. Bizim baş-başa belə qoymuşdular. Başlarını həqiqətində oxşayır. Amma doğrudan da mən yəni saçımı ona görə qıxdırım ki, onu oxşadım. Məndə ümumiyyətlə o təbiətimdə elə bir şey yox. Lap yaxşı. Mən bugün bilmişəm ki, sən Gəncədənsən. Çox maraqlıdır ki, mən hara gedirəm, həmişə mən deyirlər ki, Xətti xanım, siz Gəncəlisiniz. Deyirəm, yox, niyə? Siz həmişə Jəm deyirsiniz. Mən heç vaxt J hərfini demirəm axı. Ola bilər danışığınız biraz şirin deyil. Ola bilsin ki, bəlkə J hərfi yumuşaq deyirəm deyə bəziləri elə bilirlər ki, kəşk olaydım. Yəni, mən heç vaxt xoşlamıram insanları bölgələrə, rayonlara bölməyə. Biz hamımız Azərbaycanlıyıq. Amma Gəncəyə olan xüsusi bir məhəbbətim var. Bunu artıq bütün Azərbaycan deyir. Bilmirəm niyə. Yəqin ki, çox daha qonaqpərvərsiniz. Qonaqpərvərik, ümumiyyətlə, maşallah, bizim hər bir bölgəmiz qonaqpərvərdir. Onun da hər an zövqüncədir. Yəqin sizə ora daha çox xoşdur. Və ən gözəli bilirsiniz nədir? Bəzən hər ayın sonu belə oradan çox güclü bir bazarlıq gəlirdi bizə. Göy göyərtisindən tutmuş, qaymağından tutmuş, pendirindən tutmuş, çolpalarından tutmuş. Sonra əfslan olsun ki, həmin insan həyatını dəyişdi. Allah rəhmət eylesin. Ona görə ondan sonra özümə söz vermişəm, Gəncədən artıq heç bir bazarlıq eləməyəcəm. Təbii ki, özüm getməsəm. Bax, çox tez-tez səfərlərdə olursan, yolda hansı maraqlı əhvalatlar olur ki, məsəl üçün, bugün sən efirdə onu danışa biləsən? Çox şeylər oldu. Məsəl üçün, Almanyada, Frankfurtda, aeroportda azmışam mən. Vay. Azmışam, özdə 14-15 yaşım var idi, qastrola gedmişdik. Rejissorumuz Gülə Şərfiyeva. Şərfiyeva, salamlarımızı getirir. Olan rəhbərimiz idi bizim.
Elə oldu ki, Frankfurtda mən azdım, uşağım. Elə Frankfurtda ki, demək olar ki, Səbir edirəm nə boydadır. Dünyanın ən böyük aeroportudur demək olar. Elə mağazinlərə baxa-baxa belə kollektivdən ayrıldım, itdim. İndi tapa bilmirəm. O şimdi görürəm nəsə deyirlər, o Şemil Fədalov, başa düşmürəm ki, hara nə deyir bu? O şimdi Rus dilində deyir, yenə başa düşmürəm ki, terminal, yenə deyirəm, amma nə lazım? Türk dilində deyir, yenə başa düşmürəm. İngilis dilində deyir, yenə başa düşmürəm. O yan bu yan getdim axırda, gördüm də qara neqr uzanıb yatır. Getdim, mən ayaqlarına qucaqladım uşağı, yattım. Doğrudan? Vallahi pilot olub mənə görə, axası kollektiv qalıb. Gözümü açdım ki, Gülə xanım, ay sən axmaq bu, Gülə xanımın bacısı var, Gözəl xanım, o da orada, o da verir. İndi durmuşam ayağı, biri deyir, mən buna zavtırıq verəcəm. Yox, biri deyir, mən buna zavtırıq verəcəm, biri deyir, mən buna zavtırıq. Gecəni yatmışsan orada? Aha, neçə saatlar boş, pilot olub. Ay Allah, yazıq anan təsəvvür edirəm nələr keçir. Çox şeylər oldu. Sonra Gürcüstanda qastrolə gelmişik, ilək qast olmuşam həm də mən. İndi orada acayip rəqs oynamalıyıq. Zakulisdən çıxanda hassa qışqırıb belə atlanıb çıxmalıyıq. İlk qala konsertdir, stadiondadır. Hassa qışqırdım, atlananda ayağım sürüşdü, səyinə ağzı üstə düşdüm belə. Stadiondan bir dəqiq gülməyə icazə gəldim valla. Belə bir dəqiq məmnun olub. Sonra barmaqla göstərib gülürdülər mənə. Vay, indi gəl görək. Qədir burada nə edir? Birazdan qayıdacağıq biz yenidən o maraqlı əhvalatlara. Qədir burada, bu nədir Qədir? Bekondur. Mən necə sevirəm bekonları. Xoş deyirsən bekon? Fərqi yox. Hə? Fərqi yox. Gördürəm, fərqi yoxdur mən. Bekonlar ləzzətli olur salatlarda, amma Miniş, yanacaqsan, can verirsən, yandı bala, yandı. Axırda sən maman gəlib mənim burada. Mən də yandım. Köçürdəcək məni bu mətbəxdən ki, mənim uşağımı niyə yandırırsan? 1, 2, 3, 4. Oy, nə gözəlliyi var. Hə, yox. Bekon mən xoşlayıram, amma olmaz da. Niyə olmaz? Haram burada niyə pişirirsən, ha bala? Aramsa yemsiz ayısın. Fərqi yoxdur. Bu elədir ki, hər bir insan öz, belə deyək də, mətbəxində azaddır, kim nə istəyir onu yeyə bilər. Mən belə yemirəm, amma çox istifadə edirəm. Sənətini də istifadə edirəm. Bəli, yəni ki, burada təbii haldır. Elçin, izah elə görüm orada nə var, nə yox, canın ağrı. Burada can ətdir, göbələkdir, can ətdir. Yəni, adi ət də ola bilər də. Yəni, gedib can ət axtar, adi ət də eləmək olar. Sonra göbələkdir, soğan, pomidor, biber. Bunlar da qovurulur, yığılır üzərinə kartof, pendir. Sonra üzərinə yenə ət qoyulur. Manastır sayağı. Bəli, çox bağlıysan ağzı. Langetdir, hə? Manastır sayağı langet. Niyə də manastır sayağı langet çox populyardır. Düzdür, hə? Hər restoranda var. Bu dəqiqə, bəli. Və hər bir restoranda da reseptura başqa-başqadır, fərqlidir. Düz deyirəm. Mənə maraqlıdır Qədir bu. Hər bir yerdə eyni olsa da maraqlı əti. Ümumiyyətlə, ətləri qarışdırmaq olar bir-birinə? Qızardaraq. Nə ətləri? Doğrudan bekonla. Adi əti qarışdırsan, biraz özünüz fikirləşmə, dadlar yönədə olacaq. Nə demək istədi Qədir, eşitdin? Yox. Sözə düb beləndi sən atda. Yox, mən atmıram, sadəcə sözüm olsun, onu tamı deyərəm. Amma donuz ətindən belə əti qarışdırmaq biraz nə? Düzgün deyil. Mən indi baxarıq da, daddıqdan sonra görək nə olacaq, nə olmayacaq. Məsələn, biz Ülvi var, Şeron qrupundakı Ülvi dostumuz. Onunla qastrole gelmişdik uşaq olarında Avstriya, Vena. Mələk xanım Əyyubova idi, xanımda Teyyub Aslanova idi. Orada bizi apardılar restorana, orada bizə qabanın qabırğalarını verdilər. Qabanın qabırğaları. Yemişəm. İndiyən kimi mən o dadı tapa bilmirəm. Doğrudan. Super. Bilirsiniz nə idi? Yanında da belə... Mən də istəyirəm o qabanın qabırğalarından. Çox dadlı. Var bizə? Görməmişəm açıq. Adama 2 dənə belə gətirdilər qabıqlar, belə taxtada. Biz baxdıq külübünə, biz bunu hara yiyərik? İkinci porsaya gəldik. Doğrudan. Çox tatlı. Çox ləzzətli. Maraqlıdır. Həyatda nələr olmur? Mən bir gün, yadımdadır, bir yeməyə dəvət olunmuşdum. Çox az bir... Nəyə güldün? Qədir verələr. Şimdi baxdı gördüyünüz kimi görünür, fırlandı pendiri verələr.
Yazıq Yazıq uşaq deyiləcək səhərdən acdır da, orada yeməyə hazırlasın. Mən həyatımda ilk dəfə olaraq belə bir çətin vəziyyətə düşmüşdüm ki, Emirdir. Mən bir gün bir ziyafətə dəvət olunmuşam. Bir yaxın rəfiqəmin restoranının açılışı idi. Oturmuşduq mən, Faik Ağayev, Nərminə xanım və restoranın sahibəsi. Deyəsən, səhv eləmirəmsə, fransız mətbəxi idi. Hərəmizə menü gətirdilər, çox maraqlı. Deməli, restoranın baş aşpazı yaxınlaşıb bizə məsləhət verdi ki, məsəl üçün, bu yeməklə bu içki daha məsləhətlidir falan. Özümü belə Avropa ölkələrindəki kimi hiss edirəm. İndi oxuyuram, heç bir şey də tanış gəlmir mənə. Özümü də pərt eləmək istəmirəm ki, ay Allah, mən də elə bir şey seçim ki, maraqlı olsun və mən bunu yeyə bilim. Nəsə seçdim, sən demə, bu qurbağa əti imiş. İndi siz təsəvvür edin ki, deməli, menyonu verdikdən sonra onlara nə deyirlər? Baş aşpazdır. Onun xüsusi bir adı vardı. Nəysə, o yaxınlaşdı ki, mən sizə bu... Yox, yəni, mən indi urusca bilmirəm də, hə? Heç bir şey bilmirəm. Nəysə, gəldi onlara. Çox fikirləşdi, yaman dedi. Ay, sən işin tax. Deməli, nəsə gəldi, yaxınlaşdı ki, Xədicə xanım, mən sizə bu içkini məsləhət görəm bundan bunu. İndi cəmaat söhbət edir, mən ürəyim qalıb o yeməyin yanında ki, o yemək gələndən sonra mən onu necə yiyəcəm, ilahi. Gözümün qabağına gətirirəm ki, o yəqin qurbağa şəklində gələcək, nə bilim nə. Hərə də belə də öz yeməyini seçib, çox rahat, qəşəng, nə bilim, masaya çiğ ət gətirdilər, belə qaynar qazanın üstünə salırlar, özləri pişirirlər, nə bilim nə. Nəhayət ki, mənim yeməyim gəlir, Emil, böyük bir qabda, gözəl belə tomatlı sousda. İndi oturdum, dedim, ilahi, ya pərbətikər, keçməyin günahından. Qurban olun, bircə elə ki, mən burada özümü biabır eləməyim. Bircə də yülkanı batırıb ağzıma gətirdikdə gördüm, necə ləzzətlidir. Onun dadından da gözəldir. Mən onu yeməyi necə orada yedib bitirdimsə, utanmasaydım o qabın sousunu da bitirərdim. Rahat oldum. Yeganə həyəcan keçirdiyim, belə narahat olduğum, belə deyim də, yeməklərdən bir dənə oydu, qurbağa əti. Yeməksiz, məsəl üçün mən az olanda, çox pis vəziyyətdə olanda, çox əsəbi oluram, heç kimlə danışmaq istəmirəm. Hamı da elədir. Çox pis oluram, inan ki, adam öldürərəm. Mən sən əsəbi təsəvvür edə bilmirəm. Az oldum, gərək yiyəm, yox, mümkün deyil. İndi açsan. Yox, bura yaxşı ki, yeyiləyəm. Kəş ki, yeməyəydin, baxaydın sən əsəbi vaxtına. Gəl gör burada nələr yaradır bu. Mən artıq siz tapa bilmirəm deməyə. Çox gözəl bir görünüşü var. Sözün açığı axır dəqiqələrdə yadıma düşdü bu. Gəl, ne iş? Nə? Mən sənsiz bu... Bir də sürpriz olsun. Yemək tapa bilmirdik. Mən bilirsiz. Bir də mən Xəzri xanım. Yemək o qədər çoxdur ki, adam bilmir nə hazırlasın, ona görə. Bir dənə oğlan gedir restorana. O restoranda da afisant təzə olur. Onda biraz şey uşaq olurlar, heç şeydən xəbər olmur. Biraz atsal uşaq olur. Biraz keçir, oğlan qayıdır ki, afisanta, mənə bir dənə zubaçiska gətirir. Bu da bilmir zubaçiskanı, fikirləşir ki, gedib orada kiməsədirsə ki, zubaçiska istədilər. Zubaçiskanı özünü yandırar, bunu işdən çıxardarlar, başa düşdüyün. Afisant. Afisanta deyir, zubaçiska gətirir. Afisanta ki, heç nədən xəbəri yoxdur da. Mənim kimi rusca bilmir. Utanıb gedib desin ki, o bir afisantlara, ya ki, zubaçiska nədir ki, birdən buna pis baxarlar, işdən çıxardarlar. Heç nə demir. Sonra 10 dəqiqə keçir, 15 dəqiqə keçir, 20 dəqiqə keçir. Axırda oğlan qayıdır, abla, zubaçiskanı oturur, valla demişəm, pişirirlər, gətirəcək. Elə bir yeməkdir. Şimdi belə. Bizimkilərdə var da o. Moskvada bir dənə yer götürüblər işlətməyə, külqabı istəyirlər. Deyib, Qurana hamd olsun, rus dilində deyib külqabını. Bu da başa düşməyib də. Gedib deyib müdürünə, müdür də Azərbaycanlı bu da. Deyib, getdiylə ki, axırıncı uşaqlar yedilər də, bayaq var idi, qutarıb. Külqabı. Deyərdi, külləyə qaba olacaq da. Külləyə qaba. Qədir kimi də şef olur. Külləyə qaba. Beləliklə, əziz bizi izləyən tamaşaçılarımız, bu məqamda mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bizim proqramımızın baş sponsoru Fransa məhsulu olan təbii kərə yağlarıdır. French cow kərə yağlarıdır. 100% təbiidir, heç bir qatqısı yoxdur. 99,8% yağlılığı var. 200 qramlıq, 1 kiloluq və ən əsası ərinmiş yağlar bizə təqdim edir. Canımız qutaracaq bu yağların əlindən. Yəni artıq evdə əritmək söhbəti yoxdur.
Odur ki, alırsınız və dadırırsınız, sonra bizə çox sağ ol deyəcəksiniz. Digər bir sponsorumuz var ki, o da Fransa məhsuludur. Emil'in çox sevdiyi beyaz pendirdir. Parişskaya buryonka pendiri, o da çox ləzzətlidir. Xolesterinsizdir, müxtəlif qablaşdırmalarda sizə təqdim olunur. 200 qramlıq, 500 qramlıq, 1 kiloluq, 4 kiloluq və 16 kiloluq. Əsas 16 kiloluq. Az duzludur və ipək kimi yumşaqdır. Reklamlar. Baş sponsor French Cow kərə yağı, sponsor Parişskaya buryonka pendirinin təqdimatında Qazanaşdı proqramı reklamlardan sonra davam edəcək. Oğlumu gördüm, çox sevindim. Ana, mən evlənirəm dedi. Abala, tez deyilmi? Bir düşünərdin dedim. Ana, mən çox düşünmüşəm dedi. Bir tanış olaq, əlinin dadına baxaq dedi. Narahat olma. Mən baxmışam dedi. İndiki cavanların əlindən iş gəlmir axı dedi. Fikrində yanılacaqsan dedi. Haqlı çıxdı. Gəlinimi tanıdım, fikrimdə yanıldım. Mətbəxdə möcüzələri qadınlar yaradır. Dadı ləzzəti isə French Cow, Fransadan. Ona o qədər örgəşmişəm ki, özümü onsuz təsəvvür eləyə bilmirəm. Atam, anam, elə qardaşım da çox istəyir onu. Ay quzrəm partladı ki, vitfasonu necədir? Dənizi ağappaq, görünüşü super. Özü də Fransadandır. Ağappaq, ipək kimi yumşaq, bənzərsiz dadı ilə əsl fransız pendiri sizi özünə məftun edəcək. Onda sən Fransada yaşayacaqsan? Reklam dəqiqələrimiz bitdi, əziz tamaşaçılar. Burada bir qoxu var ki, mən onu sizə ötürə bilmirəm. Miriş ötürə bilmirsə təbii ki. Və son dəqiqələrimiz qalıb, artıq isti yeməklərimiz hazır oldu. İndi izah eləyəcəklər, neyi, nə cür hazırladılar. Təbii ki, ekran vasitəsilə siz də menyunu görürsünüz, hə Emil? Görürəm. İştahın yavaş-yavaş artır. Artır və maşallah çox çəkdilər. Tək ki, bütün restoranlarda belə olsun. Bir də görürüz ki, gedirsən, hansısa restoranda oturursan. Toxum niyə elə olur? Salat deyirsən, 40 dəqiqədir yoxdur. Salat nə olan şeydir, ağılmansan 40 dəqiqədir. Bax, bu da düz sözüdür buna. Düz deyir. Yəni, başqa sözlər yalan idi. Yox, yəni ki, düz sözdür. Bax, ürəyindən dedi də, yəni. Görürsünüz, doğrudan həmişə belə olur. Bir yerə gedəndə, acı olanda əl axsız, adamın əlləri əsir. Ya da gətirib qoyurlar çörəyi. Çörəyi ilə soku içində doyursan, yemək gəlmək Qardaş, mən daha istəmirəm. Hə, bir gündə desertlər eləyək də, olar. Gələn verişlərimizdə desert olur. Mən nəsə, axır vaxtlar... Desert də eləyirsiniz də, hə? Onlar hər şey... Amma bildiyimə görə, axı, powerlar belə idi də, məsəl üçün, elə powerlar var ki... Yalnız bir sahə üzrə mütəxəssisdir. Yox, bunlar unikal aşbazlar. Bunlar həm şirniyyat eləyirlər. Şirniyyat üzərində nə deyirlər? Qəlnatçı. Qəlnatçı? Bizim də. Hazırsınız? Sözlərimizə. Qəlnatçı. Gətirin belə. Qədir, sən mənə getdikcə bilirsən təəccübləndirirsən. Mən bugün sevindiyindən yatmayacam. Və onu da deyim ki, bu həftəyə olan hesab 2-2-dir. Hə, Miriş? Necə deyim? Başqa gəlir. Bir başqa tərəfə deyim ki, hə. Öz başlığı yox. Kamera. Bir vilka tapdım, bir bıçaq. Vilka təzə qoymuşam bura. Каждый думает по мере своей испорченности. Hərdən bir başı ağrıyanda o meri испорченности olmur. Doğru da, başının ağrısı getdi, Qədir. Yox, can bulu, gəl. Onu dözmədi, yenə qoydu. Yazıq neynəsin? Başlaya bilərik. Beləliklə, əziz Mən də tamaşaçılar. sənədən deyəm, efirdir. Hə, beləliklə ikinci turun sonuna gəlib çatmışıq. Bu artıq, belə deyək də, bax görürsən, bax, əvvəl seni demədim də, Emilin gəlişi xüsusi bir, belə deyim, ab-hava yaradacaq, hə? Çox yaxşı aurası var. Emil, buyur, artıq yeməkləri dada bilərsən. Dadmalıyam mən. Bilirəm, çox daddır, amma sən hamısını yeyib qutarma, qoy bunları da getsin. Yox. Yaxşı. Özü deyir, mən də istəyirəm. Sən də istəyirsən, Gəlin bir yerdə yiyin, keçib də. Vallahi qəribədir ki, bunlar getdikcə arıqlayır, mən getdikcə Yox, dağıdın, rahat yiyin, hə? Ye. Sonra özüm yiyəcəm Əziz tamaşaçılar, bu arada nəzərinizə çatdırım ki, bizim
Facebookda öz rəsmi səhifəmiz var. Qazan Aşlı'da bizim proqramımızı izləyə bilərsiniz. Bizə gözəl fikirlərinizi söyləyə bilərsiniz, hətta istəklərinizi göndərə bilərsiniz. Rəy və təkliflərinizi, eləcə də tənqidlərinizi gözləyirəm. Mən kartoşka da, mən kartoşka birinci zəfərə görürəm. Doğrudan? İzah elə görüm, necə elədin bunu? Manastır sayağı langet, Elçinin hazırladığı burada, istəymək. Burada, məsəl üçün, belə götürək də, 2 dənə çox yerdə heç qoymurlar. 1 dənə altı olur, üstü pendir olur. Mən məsəl üçün 2 dənə ət qoyuram. Bir əti ortadan bölürsünüz, qızardırsınız, hə, onu 2 tərəfli. Bəli, orada içinə yığılır göbələk, pomidor, bibər, göbələyi, pomidoru, soğanı qızardırsınız, bibəri. Arasına yığırıq. Ətin bir üst layına toplayırsınız hamısını, sonra kartoşkanı doğrayırsan. Kartoşkanı lay kəsib ortasına qoyuruq, üstünə pendir. Kartoşkanı da uzun şəkildə belə doğrayırsınız, onu qızardırsınız, hə? Qoy yesin. Sonra hamısını ətin üstünə yığırsınız. Ən üst qatında əti üstə qoyursunuz belə. Rəssalam, hə? Qızardırsan, qoyursun, buyursun. Əla. Buyur, onu da keç növbəti. Onu da gedin. Nə oxuyurdun? Tapşırdı çox yeməli. Biraz zarafat elə. Can, sonra da ye. Ya bu 2 dənəsini saxlayacam mı? Ya. 2 dənə bəs İndi də görüm ən çox ləzzətli hansı oldu? Palajenlə qalmışam. Qoxtum edir, çox pis. Əlim ayağım dondu. Bu çəngəl istifadə olunur? Yox. Onlar məmdən dadına baxın bunu. Mən çox maraqlı gəldi. Elə hamısını olub bir dənə mi? Yox, sadəcə. Yox, onu mən sizə verəcəm. Mən don zətməyirəm. Əslində Qədirlə Elçindən yaxşı şeydirlər, necə deyim sizə? Tipajdılar. Tipajdılar. Bunlardan bir dənə kino çəkmək var. Vallahi. Domçuqlardan bir dənə kino çəkək ki, başım tutsun. Mən sənin rəyini gözləyirəm. Mənim rəyim çox dadlıdır ikisindən. Bunun yenə zövq söhbəti var da. Təbii. Dözə bilmədim. Necə baxır Elçin mənə? Yenə Elçin elə bil ki, lap xoşuma gəldi. Doğrudan? Niyə? Nə bilim, ət xoşuma gəldi. Ətin pişməyi də xoşuma gəldi, amma bu da çox dadlıdır. Amma onu elə eləyin ki, mən də yeyə bilim. Sadəcə olaraq... Bunun da dadına baxacam. Mən yenə deyim, o ev yeməklərini ki, mən daha çox xoşlayıram. Bu ev yeməklərində də bu bikon çox redk olur. O can əti tez-tez olur. Deməli, ikinci raundumuzun sonunda yenə də Elçinin yeməyinə üstünlük verdi Emin. Təbii ki, onun istəyidir. Mən artıq dözə bilmədim. Dadına baxdım, çox dadlıdır və ləzzətlidir. Çörək yoxdur. İndi təşkil edəcəyik. Uşaqlar orada bir dənə çörək hazırlayın. Emini yola salacaq biz indi gizli otağa. Sən orada yaxşı-yaxşı əyləşib yeməyi yeyə bilərsən. Okey, uğurlar. Beləliklə, ikinci raundumuzun da qalibi artıq bəlli oldu. Bu yenə də Elçin oldu. Təbrik edirəm səni Elçin. Çox sevinirəm hər ikinizə görə. Bir balaca dinlənə bilərsiniz. Get qurban olun, get biraz yemək ye. Ondan sonra biz 3-cü raundda görüşəcəyik. Bizi izləməyə davam edin. Beləliklə 3-cü raunddur, əziz tamaşaçılar. 3-cü raundumuz bilirsiniz ki, sonuncu raundumuzdur. Və bu, belə deyək də, mərhələdə bizim aşpazlarımız öz fantaziyalarından irəli gələrək maraqlı bir yeməyi hazırlayırlar. Kimlə hazırlayacaq? Məndən başlayaq yenə. Səndən başlayaq. Məndə toyuq ət olacaq. Gül kələmi ilə. Yəni, heç bir mətbəxə aid deyil, sadəcə. Yüngül olacaq. Toyuq və gül kələmi. Buyurun. Mənə də Rusda demişkən zalatoy rıba olacaq. Qızıl balıq. Aha, qızıl balıq. Bəli. Bu məqamda mənim çox maraqlı və gülməli bir əhvalat yadıma düşdü. İndi onu danışacağım. Sadəcə nəzərinizə çatdırım ki, proqramımızın baş sponsoru Fransada istehsal olmuş French cow kərə yağlarıdır. Bax, bu gördüyünüz kərə yağları, əziz tamaşaçılar, çox ləzzətlidir və çox faydalıdır. 100% təbiidir. 99,8% yağlılığı var. Ondan sonra müxtəlif qablaşdırmalarda sizlərə təqdim olunur. 200 qramlıq, 1 kiloluq və gördüyünüz bu ərilmiş yağları xanımlarımıza təqdim edirlər ki, artıq bu yayın isti cırhacır günlərində canlarını bu yağı əritməkdən bitirsinlər. Növbəti sponsorumuz isə o da Fransa məhsulu olan bəyaz pendirlərdir. Parijskaya buryonka adlanır. Artıq proqramımızı izləyənlər bilirlər. Onlar da müxtəlif qablaşdırmalarda sizə təqdim olunur. 200 qramlıq, 500 qramlıq, 1 kiloluq, 4 kiloluq, 16 kiloluq.
Çox dadlıdır, ləzzətlidir, xolesterinsizdir, az duzludur və ipək kimi yumuşaqdır. Qədir, sən nə yiyəcəksən qızıl balıqdan? Bəli, zəfran soslu ilə. Gülməli bir əhvalat danışım sizə. Günlərin bir günü bir mətbəxlə bağlı yeri gəlmişkən verilişə baxırıq. Bir rəqqasələrimizdən biri həmin verilişi aparır. Bu internet televiziyada yayınlanan bir, belə deyək ki, verilişlərdən biridir. Verilişin ən gözəl məqamında artıq başa salır ki, bu yeməyə nə qatırlar? Ət qatırlar, bu ərzaq və burada Цветная kapusta. Цветная kapusta Azərbaycanca necədir? Tapdım. Rəngli kələm əziz tamaşaçılar. Mən sözün düzü rəngli kələm sözünü eşitdikdən sonra çox güldüm. Çox gülməli idi. Gül kələmi demək istəyirdi xanım. İndi, yəni, qızım səhər dinləm, gəldim sənə. Yox, sən düz dedin. Yox, niyə? Qədir düz dedi. Yəni, gülməli əhvalat olsun deyə danışdım, amma deyəsən gülməli olmadı. Heç olsa yalandan olsaydı gülərdiniz ki, sadəcə gülməyə hal qalmır. Hal qalmır, doğru, niyə? Sonra deyirlər ki, qadın zərif, zəif məxluqdur, heç də zəif deyilik. Zərif ola bilərik, amma zəif deyilik. Çünki zərif güclü məxluqdur. Tamamilə doğrudur. Burada başqa sözün variantı yoxdur, ha. Neyini? Təbii. Hal-hazırda 3-cü raunddayıq. Qədir hal-hazırda neyinir? Qədir qızıl balığı qızardır. Çox dadlı və ləzzətli olacaq. Mən ümumiyyətlə çox sevirəm. Sən də Miriş? Sevirsən, hə? Bilirəm. Ağzının dadını yaman yaxşı bilirsən, ha? Belə getsə burada kökələcək. Hə? Topbuş olacaqsan. Ancaq iyilərdən. Niyə? Yeməyə imkanı qalmır axı. Yemək vermirlər sənə, Miriş? Yox, can. Bunu verərik. Hiçbir şey olmaz. Deməli, hal-hazırda Elçin bəli, toyuğu yüngül varıb bastırma edirik, duz, diyot, sumaq və sonra qızardacaq. Sumağı niyə qatırsan Elçin? Turşuluq verir. Turşuluq verir, hə, anladım. Turşuluq verir deyə nə şirin olur, nə acı, nə də turş qarışıq olur. Lap yaxşı. Gül kələmi əlavə eləyəcəyik ora. Xahiş edirəm, düzgün deyin, rəngli kələm. Yox, gül kələm. Gül kələm də əlavə eləyəcəksiniz. Sən nə axtarırsan orada? Eşit. Mən yenə də keçirəm Elçin tərəfə. Lap yaxşı. Allah sizə həmişə belə mehriban eləsin. Sağ ol, sağ ol. Hə, Emil yəqin orada əyləşib, öz məqamını gözləyir. Ki, gəlsin artıq sonuncu etapda həftəmizin bugün son günü də, düzdürmü? Yekunlaşdırırıq. Hələ ki, hesab heç-heçədir. İndi görək 3-cü raundda kim qalib gələcək, əziz tamaşaçılar? Hə, Miriş? Bax belə. Neyini sizə? Kömək eləyim sənə, Qədir? Yox, sağ ol. Siz söhbət edin, elə bir ki, kömək eləmişsiniz mənə. Lap yaxşı. Bəli. Valla elə mən kömək eləmiş kimiyəm. Sizin səsiniz adamı sakitləşdirir. Doğrudan? Bəli. Ay, nə yaxşı. Qəribə bir şeydir. İnsan niyə tərif eşidən qiymətləri kimi? Xərcə xanım verməyəcək, ha, Emil bəy verir. Bax, nə tər paxıllıqdan. Yox, prosta sadəcə. Söz tatlı da söz altından çıxdı. Nə olacaq ki, qəşəng söz deyəcəkdim. Yox, ona söz yox. Mənim keyfim yaxşı olacaqdı. Hə, niyə belə olur həmişə? İnsanı tərifləyəndə onun xoşuna gəlir, amma əksinə belə qıcıqlandırıcı söz deyəndə, hə? Onun xoşuna gəlmir. İnsanın da fərqliliyi odur da. Doğrudan? Bəli. Sadəcə məni pisləyəndə daha xoşuma gəlir. Yəni, pisləyəndə nə mənada? Mənə görə, amma sən xoşuna gəlmir. Əsəbləşirsən. Pisləyəndə? Yox, əksinə sözü üzmə deyəndə xoşum gəlir. Elə? O adama hörmətimi artır. Sən heç əlinin duzu yoxdur. Çox sağ ol, minnətdarım. Heç dadlı pişirmirsən yeməyi. Necə ki, siz veriş yaparsınız elə, hə? Gördünüz. Gördünüz. Bax, burada... Mən bilirəm, siz də yalan deyirsiniz. Mən də yalandan məcburam deməyə. Mən zarafat elədim, mən yalan danışmır. Aparıcılar heç vaxt yalan danışmır. Deməli, bu məqamda Qədir qızıl balığı kərə yağında qızartdı, əziz tamaşaçılar. Pomidoru xırda-xırda doğradı. Baş sponsorumuz olan kərə yağında. Təbii, French cow kərə yağları ilə. Ondan sonra pomidoru doğrayırıq. Sarımsağın qoxusu mənim xoşuma gəlmir, niyə yiyəm? Sarımsağın... Sadəcə sarımsaqdan uzaq olun, bəsdir. Yox, doğrudan. Mən ömrümdə heç vaxtda sarımsaq yeməmişim. İndi yeriz. Xeyr, yeməmişsiniz, heç vaxtda yeməyin. Amma əslində çox xeyirlidir də, bilirsiniz. Xeyri olduğu qədər də ziyanı var. Doğrudan? Çox yeyəndə. Yox, yeməmişim axı.
Adam var ki, fikirləşir ki, xeyri də elə hər gün yeyim. Doğrudan. Sən neymişsən orada indi hazırda? Mən özüm üçün, yəni, söhbət eləyə hazırlayıram. Hə. Deməli, Elçin bizə hal-hazırda toyuğun... Onu açmayın, yanacaqsınız və mən yavaş-yavaş açsam. Miriş yansın. Miriş yansın. Yox, miriş yanmalı. O yansa, bəs kim göstərəcək də? Bax. Biz onu təzdən bağlayırıq. Mən sənə deyim, keçən həftə bizdə proqramda növbəti, yox, keçən dəfəki aşbazlar Tərlan idi, bir də Ruslan idi. Bilirsən, nə edirdilər burada? Atırdılar, tuturdular. Ondan sonra otlar püskürürdü belə, düzdürmü? Çox maraqlı belə hərəkətlər edirdilər. İnşallah Ruslanla görüşəcəyik. İnşallah. Qalib gələn kəs görüm bu elə kimi çağıracaq. Deməli, Miriş getdi, ora mən də gedim. Kartof, gedin onu da çəkin. Deməli, hal-hazırda Qədir burada, deməli, qızıl balığı qızartdı əziz tamaşaçılar. Bu nədir? Bu qızıl balıqdır, buradakı uksusdur. Deməli, sonra qoyuruq bunu hara? Sobaya. Peçkaya, sobaya. Səhər-səhər də deyir, sirkə ilə nədir? Sirkə sarımsaqlı nə yiyənlər? Xaş. Xaş yiyərlər, istidə. Xaşı ətdən səhər yiyirlər, amma yayda yox, qışda. Mənə çatmır valla, o ümumiyyətlə, amma yenə də hər kəsin ağızladı, belə deyim, özünə məxsusdur, ona görə heç kimin xətrinə dəymək olmaz. Əlbəttə. Elçin hal-hazırda toyuğun filələrini uzun şəkildə doğradı, qızartdı kərə yağında, gül kələmi doğradı və əvvəlcədən qaynadılmış kartofu uzun şəkildə doğradı, hamısını bərabər qızardır. Menyuda görəcəksiniz özünüz. Üzərinə də əlavə eləyəcəyik yarım qaşıq qaymaq. Yarım qaşıq qaymaq. Yarım, bir da limon suyu. Nə gözəl. Lap yaxşı. Qədir, sən nə edirsən orada? Şit yağı tavaya tökmüşəm. Orada qəşəng-qəşəng əriyir. Sonra onun üzərinə un tökəcəm. Nə üçün? Bunu soğuz hazırlayırsan? Soğuz hazırlayıram, bəli. Zəfəran soğuzu hazırlayıram. Zəfəran soğusu? Bəli, bəli. Nə maraqlıdır, mən onu eşitməmişdim. Çox maraqlıdır, mən də eşitməmişdim heç. Zəfəran... Dünən axşam zəng eləyib kimdən öyrənib ona görə. Doğrudan. Heç olmasa efirdə yandırma özümü. Çox sevindim, mən də sənin üçün sevinirəm doğrudan. Əslində qalsa zəfəran olduqca xeyirli bir ədviyyatdır da. Evdə arxivləri axtardım qəşəng-qəşəng, ondan sonra tapdım bu zəfəran. Kimin nömrəsini tapdım, zəng elədim. Yox, reseptlərimi. Sonra nə edirlər? Təxmini neçə resept bilirsiniz əzbərdən? Nəy? Nə var? Soğuz, yemək, nə? Yemək də ümumiyyətlə. Yemək? Hal-hazırda biraz bilirəm, yəni... Yəni sayla demək lazımdır. Hə, təxmini də. O sayla heç vaxt demək olmaz. Məsəl üçün 100-dən çoxdur, 50-dən aşağıdır. 100-dən yəqin ki, çoxdur da. Daha indi 100... Adicə restoran menüsündə 100 neçədən yemək var. Bax, mən bilirsiniz nə maraqlıdır. Hər sahənin təbii ki, öz ustaları var da, düzdür. Peşəkar olmaq üçün müəyyən yolları keçirsən də. Məsəl üçün, mən bilirəm ki, elə bir sənət var ki, orada həmin istedad olmasa bu qeyri-mümkündür. Düzdür, indiki zamanda hər şey mümkündür. Məsəl üçün, mənim səsim yoxdursa, mən heç vaxt müğənni ola bilmərəm, düzdürmü? Və yaxud da ki, gözəl fantaziyam olmasa, mən heç vaxt rejissor ola bilmərəm. Yaxşı gözüm, baxışım olmasa, operator ola bilmərəm. Bəs aşpaz olmaq üçün hər kəs mi aşpaz ola bilər? İstəsə əgər? İstəsə deyəndə, fantaziyası varsa əgər, biraz da əl qabiliyyəti varsa, niyə də olmaz? Ola bilər. Yəni, super yox, belə də. Biz reklamlara ayrılırıq, birazdan bərabər olacaq. Baş sponsor French Cow kərə yağı, sponsor Parижская burёnka pendirinin təqdimatında Qazanaşdı proqramı reklamlardan sonra davam edəcək. Oğlumu gördüm, çox sevindim. Ana, mən evlənirəm dedi. Abala, tez deyilmi? Bir düşünərdin dedim. Ana, mən çox düşünmüşəm dedi. Bir tanış olaq, əlinin dadına baxaq dedi. Narahat olma. Mən baxmışam dedi. İndiki cavanların əlindən iş gəlmir axı dedi. Fikrində yanılacaqsan dedi. Haqlı çıxdı. Gəlinimi tanıdım, fikrimdə yanıldım.
Mətbəxdə möcüzələri qadınlar yaradır. Dadı ləzzəti isə French Co. Fransadan. Ona o qədər örgəşmişəm ki, özümü onsuz təsəvvür eləyə bilmirəm. Atam, anam, elə qardaşım da çox istəyir onu. Ay quzrəm partladı ki, vitfasonu necədir? Dənizi ağappaq, görünüşü super. Özü də Fransadandır. Ağappaq, ipək kimi yumşaq, bənzərsiz dadı ilə əsl fransız pendiri sizi özünə məftun edəcək. Onda sən Fransada yaşayacaqsan? Reklamlarımız bitdi, biz isə öz işimizi davam etdiririk. Mini şimdi yanımdadır, hövsələsizdir, gözləyir ki, yeməklər nə zaman hazır olacaq ki, o sizə belə iri, gözəl planda təqdim eləsin. Balaca hövsələn olsun. Mən keçirəm Qədirin yanına, görüm Qədir burada neynəmir. Siz də sağ olun. Deməli, Qədir indi hazırda zəfəranlı sous hazırlayır, əziz tamaşaçılar. Kərə yağını əritdi, üzərinə bir balaca un əlavə etdi, hardasa bir qaşıq. Yarım çay qaşığı. Yarım çay qaşığı. Aha, üzərinə zəfəran əlavə elədi. Zəfəran suda saxlayırsınız bir 15 dəqiqə isti suda. Ha. Onun suyunu əlavə edirik sonra. Ha, suyunu və özünü də. Biraz özünü əlavə edirik. Lap yaxşı. Baxın da bomba oxusuna. Maraqlıdır. Mən birinci dəfədir bu sousu görürəm. Mən, düz. Nə oldu Elçin, nə oldu? Mümkünsə onu danışdırmayın, qoy yeməyi hazırlasın. Hə, indi də deyin görüm, hər kəs mi aşpaz ola bilərmi? Mən dedim də, Qədirdən soruşun desin sizə. Qədir, səncə hər kəs aşpaz ola bilər? Yox. Yox. Aşpaz olmaq üçün xüsusi hansı özəlliklər olmalıdır? Hansı özəlliklər? Hə. Kök olmalısan. Bir nəfərə bir daş. Aha. Yəni tutmadı daş, indi bir dənə söz deyim də. Aşpaz olmaq üçün birinci fantaziya lazımdır. Nə ki, Qədirdə yoxdur. Əl qabiliyyəti olmalıdır, o Qədirdə yoxdur. Sayım yoxsa ehtiyac yoxdur? Yox, lazımdır. Hə, bəsdir. Mənə də elə gəldi, bəsdir. Mən isə bunları sadaladığınız sözlərə bir əlavəm olacaq ki, mənə gəlir ki, kifayət qədər səbr olmalıdır. Səbr olmalıdır və bir də çox məhəbbət olmalıdır. O heç də sözsüz. Çünki hər bir işin başında sevgi, istək, məhəbbət olmasa, o iş məncə yarımçılıq sayılacaq, düzdür? Amma bizim Qazan aşçıda çox böyük bir, belə deyim də, məhəbbət də hazırlanır hər bir şey. Ən azı, mən sizə bir açıqlama vermək istəyirəm ki, buradakı yaradıcı heyət o qədər mehribandır ki, gözə gəlməyəyim. Hamımız bir-birimizi tamamlayırıq və mənə gəlir ki, bütün bu mehribançılığı, bu məhəbbətin bərabərliyi gözəl bir vəhdət təşkil edir və onun sonunda da çox gözəl bir veriliş hazırlanır. İndi bilməm nə qədər sizin rəvizcədir yoxsa yox, amma əsas odur ki, bizim zəhmətimiz boş yerə getməsin, düzdür? Demək olar ki, 3-cü raundumuzun sonuncu dəqiqələrinə çatırıq. Hə? Bəli, qoyuram bura. Sousu sobaya yerləşdirdim. Bəli, 2 dəqiqədən sonra götürüb hazırıq. Hə, niyə? Nə var idi ki, orada mən görmədim? Yox, soğuz deyil, o qızıl balıq idi. Qızıl balıq. Qızıl balıq sobada yavaş-yavaş pişir. Bu arada siz menüyə də nəzər yetirin, əziz tamaşaçılar. Efir vasitəsilə görəcəksiniz. Yəni, ola bilsin ki, müəyyən hissələri qaçırmışsınız. Çünki bugün bizim baş aşpazlarımız həftəmizi yekunlaşdırırlar və bugünkü gündə bəlli olacaq ki, bu həftəmizin qalibi kim olacaq? Ötən həftənin qalibi deyəsən Ruslan idi, düzdürmü? Bəli. Çox maraqlıdır ki, bu həftə kim olacaq? Hər gün bizim bax bu iki yeni peşəkar aşpazlarımız burada bir-birinə gözəl, ləzzətli, hətta çox rahat və bəsit yeməkləri sizlər üçün təqdim edirlər ki, siz də onları yeyə biləsiniz ev şəraitində. Mənim isə bu məqamda bu bir həftə ərzində çənəm çıxır biləsiniz. Bu 1 saat 20 dəqiqəni mən durmadan danışmalıyam. Xədicə xanım, bu verişə hər kəs baxacaq, amma mən şəxsən bu veriş efirə getdi. Səhərsi gün Qədiri işdə görməyəcəm, mən ona əminəm. Doğrudan niyə? Yəni, bir dənə söz dedi, ona görə mən heç onu səhərsi gün efirdə görməyəcəm. Anladım. Bəli, amma belə yerdə deyiblər Subaylıq Sultanına. Söz attım da indi ona. Yox, əstəxdir, söz atmaq, olanı dedim. Böyük. Həyatda insanların kumirləri ola bilər, pərəstişkarı ola bilər. Bu normal bir şeydir. Düşünürəm ki, elə bir şeyə heç kim yol verməz.
Sən qorx ki, bugünkü proqramımızın sonunda sən uduzmayasın, əsas oldu. Uduzsaq da qıraq adam udmur ona görə. O da düzdür. Yəni fərqi yoxdur. Mən də bundan sonrakına mən gəlsəm, Qədir gəlsə fərqi yox. Yenə bir yerdə oturub fikirləşəcəyik, nəyi hazırlayaq, nə edək. Beləliklə, nəhayət ki, sobada hazırlanmış qızıl balığımız artıq bişdi və hazırdır. Ay, bala, qoy əlindən yerə də. Bunu söndürək. Qədir, çox gözəl olub, mən sənə deyim. Mən ondan dadmasam ürəyim partlayır. Sarımsaq var, Xədicə xanım. Eybi yox, bişmişdir. Deyirəm, bəlkə heç Emili çağırmayaq. Yox. Özümüz qəşkək, yeyək, içək. Yox. 2 dənə çəngəl verin mənə, xahiş edirəm. 2 dənə də bıçaq. Aa, durun, mən indi... Qaşığı neymirsən? Qədir və Elçin. Bu adları indi mən qabların altına yerləşdirəcəm. Emil gəlsin, dadına baxandan sonra artıq bildirsin. Nəhayət ki, bugünkü, bu həftəmizin final, belə deyək də, proqramımızın qalibi kimdir? Hələ ki, heç-heçədir. Biraz çevik, biraz çevik. Bəhbə, onun sousu da var. Sousu amma çox var. Doğrudan. O qazı da zəhmət olmasa söndür. Belə. Çağırın oradan yavaş-yavaş Emili. Emil gəlsin bura. Gəl Emil. Ağır-ağır addımlarla gəl. Deyəcək, yorulmuşsan ha, hə? Yox, qətiyyən. Deməli, Emil, zəhmət olmasam, belə deyək də, sonuncu... Yeyib-içməyi. Aysa, yeyib-içməyi. Sonuncu raundda artıq dadmalısan və öz fikri söyləməlisən. Ehtiyatla boşqabın altında isimlər, adlar var. O kartoşkadır. Deməli, burada nə var? Burada kartoşkadır, kartofdur, kərəyağında qızardılmış, uzun şəkildə... Rəngli kələmdir. Hə. Svetnoy kələm. Gül kələmidir, ondan sonra toyuqdur. Qaymaqdır. Sonra nədir? Limon suyudur. Bilmirəm. Olar keçim onu. Əlbəttə olar, qatdım. Mən öz çəngəlimi sənə verə bilmənəm. Çünki mənə çox maraqlı gəldi. Burada... Soza baxır bilmiyim. Yeri gəlmişkən, mən gül kələmini də heç vaxt yeyə bilmirdim. Tezə yəməyə başlamışam. O da xeyirdir. Oy, buna da... Doğrudan. Sakitli çökür buradan. Tavşlar deyək, kimdir bu? Bunu kim pişirir yanım? Bilinmir. Bilmiyorum. Yandıra gedir. Hal-hazırda siz bilmirsiniz çünki altında isimlər var. Heç biz də bilmirik. Daha doğrusu mənə içindən başqa. Niyə Xədicə xanım bilir? Özü qoyub adları altına. Hə, doğrudan. O da Xədicə xanım da bilir. Təbrik edirik və beləliklə bugünkü proqramımızın belə deyək də sonuncu raundun qalibi Qədirdir, amma həftəmizin qalibi Elçindir. Hər ikinizi təbrik edirəm və əslində qalsa çox sevinirəm. Bilirsiniz niyə? Çünki belə deyək də heç demək olar ki, bitdi. Amma həftəmizin qalibi Elçin oldu. Yəni, mən dünən çox üzülmüşdüm ki, bütün yeməklərin demək olar ki, əksəriyyəti Elçinin hazırladığı yeməklərə üstünlük. Əksinə? Yox, ondan qabaqki gün 3 turun həftəmizin başlayanda 3 turun 3-ü də Elçinə. Nəysə, ər-qərəz, əsas odur ki, eşitdin. İkiniz də peşəkarsınız, ikiniz də gözəl, mahir ustalarsınız. Mən bilirəm ki, sənin ürəyin doludur. Mən ürəyim doludur deyəndə ki, sizin verişlərə baxanda mənə bir dənə xoşuma gəlir. Yəni, yeməyin hazırlanması Ruslan.
Ruslan. Mən istəyərdim onunla yarışım. Ruslan yəqin ki, eşidir bizi. Çaldarsan. Və Elçin efir vasitəsilə Ruslana mesaj göndərir ki, Ruslan, üzümüzə gələn həftə səni yarışmada görmək istəyir və əmindir ki, Elçin qalib gələcək. Düşünürəm ki, bu məqamda artıq yeməklər yeyildikdən sonra söz musiqinindir. Hə, Emin? Nə oxuyacaqsan bizə? Mahnı. Oradan. Mən bayaqdan fikirləşdim, görəsən nə olacaq? Sən deyəm, mahnı olacaqmış. Yox, o Bakı gecələrinin diskini verəcəm mən, özüm qulaq asacam. Hə, yaxşı. Sən ona verərsən onu disk. Yaxşı. Nə oxuyacaqsan? Gözəl bir 6-8-lik oxuyacam. Dilarə. Emin, çox sağ ol gəldiyinə görə. Mən çox şad oldum səni burada görməyimə. Daha da səni yaxından tanıdım. İnşallah irəlidə digər verilişlərimizdə mütləq yenidən səni görmək istəyirəm. Təbii ki, söz bitdikdən sonra musiqi başlayır. Çox gözəl bir musiqi ilə proqramımızı yekunlaşdırırıq, əziz tamaşaçılar. Həftəmizin qalibi Elçin oldu. Biz sizinlə sağollaşırıq. Üzümüzə gələn həftə mütləq görüşəcəyik. Hələlik. Üzmə məni, könlüm sevməz bir özgəni. Sevdim səni, üzmə məni, könlüm sevməz bir özgəni. Səndən cavab almayınca, unutmaram dərdi qəmi. Səndən cavab almayınca, unutmaram dərdi qəmi. Ay qaşı qara, gözü qara, can dilarə. Gəl salma məni qüssələrə, intizarə. Qaşı qara, gözü qara, can dilarə. Salma məni qüssələrə, intizarə. Sevdim səni, üzmə məni, könlüm sevməz bir özgəni. Sevdim səni, üzmə məni, könlüm sevməz bir özgəni. Səndən cavab almayınca, unutmaram dərdi qəmi. Səndən cavab almayınca, unutmaram dərdi qəmi. Ay qaşı qara, gözü qara, can dilarə. Gəl salma məni qüssə qəmə, intizarə. Ay qaşı qara, gözü qara, can dilarə. Salma məni qüssə qəmə, intizarə. Qaşı qara, gözü qara, can dilarə. Gəl salma məni qüssə qəmə, intizarə. Ay qaşı qara, gözü qara, can dilarə. Salma məni qüssə qəmə, intizarə. Gözəli, göyçəyi sən gözəli. Sən qızların gözəli, göyçəyi sən gözəli. Sən eşqimin qəzəli, həm axırı həm əzəli. Sən eşqimin qəzəli, həm axırı həm əzəli. Ayda 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 can, olmuşam sənə qurban. Ayda 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 can, olmuşam sənə heyran. Ayda 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 can, olmuşam sənə qurban. Ayda 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 can, olmuşam sənə heyran. Eşqimin qəzəli,
əzəli Sən eşkimin qəzəli Həm axırı həm əzəli Sayda 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 can Olmuşam sənə qurban Sayda 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 can Olmuşam sənə heyran Sayda 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 can Olmuşam sənə qurban Sayda 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 can Olmuşam sənə heyran Sayda 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 can Olmuşam sənə qurban Sayda 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 can Olmuşam sənə heyran Sayda 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 can Olmuşam sənə qurban Sayda 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 can Olmuşam sənə heyran Baş sponsor French Cow kərə yağı, sponsor Parижская буренка pendiri qazanaşlı proqramını təqdim etdi.